Bir başqa bir misal çəkəcəm. Deməli, mən müharibədə olanda tanıdığım bir QHT sədri dedi ki, bəs mənim xalam qızı dedi, bibim qızı dedi, əskərə yardım etmək istəyir. Və mən sizi tanıyıram, tədbirlərdə görmüşəm. Tanıdığım adam, çox adam tanıyır onu. İndi özü də bilmirdi məsələ nə yerdədir. Dedim, nə kimi kömək eləmək istəyirsə, dedi ki, yardım eləmək istəyir. Dedim, yardım eləmək istəyirsə, mən də elə şeyə çox diqqətliyəm. Yəni, yardım eləmək istəyirsə, ölkənin müəyyən bir hesab nömrəsi var. Yəni, fond var idi də, bilirsiniz, ora pul keçirirdilər. Həmin fonda öz hesab kartları ilə pulu köçürtüsünə, çekdatçında siz də paylaş. Niyə bəs sırf hərbiçi adamı axtarırsınız, hərbiçi adamı seçirsiniz? Siz təsəvvür edin.